Gəlini evə qeydiyyata salmısınız və indi evi satmaq istəyirsiniz. Bu halda onun razılığı lazımdırmı? Son vaxtlar ən çox verilən suallardan biri məhz budur. Xüsusilə boşanma ərəfəsində olan ailələrdə daşınmaz əmlak məsələsi ciddi mübahisəyə çevrilir. Qaynana-gəlin münasibətləri fonunda isə evin satışı daha da həssas mövzu olur. Gəlin əsas suala aydınlıq gətirək. Qanunvericiliyə görə daşınmaz əmlakın alqı-satqısı zamanı həmin ünvanda qeydiyyatda olan şəxsin imzası və ya razılığı hüquqi baxımdan məcburi deyil. Yəni, gəlin evdə qeydiyyatda olsa belə, bu fakt tək başına satışa mane olmur. Amma praktikada vəziyyət bir qədər fərqli ola bilər. Notariat orqanları və alıcı tərəf riskləri azaltmaq üçün çox vaxt qeydiyyatda olan şəxsin, bu halda gəlinin razılığını tələb edir. Bu, qanuni öhdəlik deyil, sadəcə ehtiyat tədbiridir. Məsələ ondadır ki, alıcı gələcəkdə hüquqi mübahisə ilə qarşılaşmaq istəmir. Ona görə də əlavə təminat istəyir. Bəs qaynana bu vəziyyətdə nə edə bilər? Ən çox istifadə olunan yol məhkəməyə müraciət edib, həmin şəxsin qeydiyyatdan çıxarılmasıdır. Məhkəmə qərarından sonra satış prosesi daha rahat həyata keçirilə bilər. Burada vacib məqam budur. Qanun açıq şəkildə deyir ki, qeydiyyatda olmaq mülkiyyət hüququ demək deyil. Ev kimə məxsusdursa, satış hüququ da ona aiddir. Sadəcə bazar praktikası bəzən əlavə razılaşmalar tələb edir. Nəticə olaraq belə hallarda emosiyalarla deyil, hüquqi mexanizmlərlə hərəkət etmək daha doğrudur. Əks halda ailə daxili problem uzun müddətli məhkəmə çəkişməsinə çevrilə bilər.